Demək, biz ilk bölməmizdə keçmişdik ki, kompüterin funksional tərkibi, ümumiyyətlə informatikanın funksional tərkibi üç hissədən ibarətdir. Bunlar hardware, software və brainware'dir. Hardware kompüterin qurğularını öyrəndir. Biz orada yaddaş qurğuları, ana plat üzərində yerləşən qurğular, xarici yaddaş qurğuları, giriş-çıxış qurğuları və s. öyrəndik. Brainware algoritm təminatıdır, onu da keçdik. Növbəti gəldi software. Software isə proqramlardan bəhs olunan bir bölmədir. Kompüterin proqram təminatı alınır. Kompüterin proqram təminatı üç hissədən ibarətdir. Sistem proqram təminatı, tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Bu günləri bizim keçəcəyimiz sadəcə baxın bu birincisidir. Yəni 4.1-dir. 4.2 tətbiqi proqram təminatıdır. 4.3 isə instrumental proqram təminatıdır. Sistem proqram təminatı kompüterin sistemini əhatə edən proqramları əhatə edir. Biz bildirmişdik ki, əməliyyat sistemi olmasa, kompüterimiz boş bir qurğudur. Hətta John von Neumann ilk prinsipində deyib ki, kompüter proqramla idarə olunan avtomatdır. Kompüter proqramsız işləyə bilməz. Və kompüterlərimiz olan əməliyyat sistemləri vasitəsilə kompüterimiz idarə olunur. Və əməliyyat sistemləri də aiddir sistem proqram təminatına. Tətbiqi proqram təminatı konkret məsələlərin həlli üçün istifadə olunan proqramlardır. Konkret məsələlərin həlli. Konkret məsələlərin həlli deyəndə hansı proqramlar nəzərdə tutulur? Ofis proqramları, lüğət tərcümə proqramları, mühasibat proqramları, oyun proqramları və s. Biz ofis proqramlarından hansılarını bilirik? Word, Excel, PowerPoint, sonra mühasibat proqramları var, bir Smart oyun və s. Gəldim indi 4.3-ə. 4.3 instrumental proqram təminatıdır. Instrumental proqram təminatı da proqramlaşdırma deməkdir. Yəni burada biz proqramlaşdırma proqramlarını öyrənirik. Proqramlaşdırma. Instrumental proqram təminatı həm tətbiqi proqram təminatı, həm də ki, sistem proqram təminatını yaratmaq üçün istifadə olunur. Yəni 4.3, 4.2 ilə 4.1-i. Tətbiqi proqram təminatı da sistem proqram təminatını yaratmaq üçün istifadə olunur. Çünki proqramistlər əməliyyat sistemini yaradırlar. Və yaxud da ki, proqramistlər oyun proqramlarını yaradırlar, müxtəlif proqramları yaradırlar. Gəlin ilk öncə baxaq sistem proqram təminatına. Sistem proqram təminatı dedik kompüterin sistemidir. Bəs tərifi nədir? Kompüter və kompüter şəbəkələrinin işini təmin edən proqramların və proqram komplekslərinin məcmusudur. Həmçinin kompüter və onun qurğularının tətbiqi proqramlarının idarə olunmasını təmin edir. İki hissədən ibarətdir. Bunlar baza proqram təminatı və servis proqram təminatı. Baza proqram təminatı kompüterin bazasıdır. Tərkibində əməliyyat sözü olanlar hamısı aiddir bazaya. Əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri. Gəldik servis proqram təminatına. Servis proqram təminatı xidməti proqramlar deməkdir. Xidməti. Buna aiddir kompüter diaqnostikası proqramları, antivirus proqramları və utilitlər. Baza proqram təminatına əsasən dedik ki, əməliyyat sistemləri, əməliyyat örtükləri və şəbəkə əməliyyat sistemləri aiddir. Bəs əməliyyat sistemləri özü nədir? Əməliyyat sistemi kompüterin qurğularını və kompüterdəki bütün əməliyyatları idarə edir. Məsələn, kompüterlərimizdə var Windows 7, Windows 10, Windows 11 əməliyyat sistemi. Kompüterin bütün işini həmin əməliyyat sistemləri idarə edir. Və kompüter ilkin açılan zaman BIOS vasitəsilə RAM-a yüklənir. Biz BIOS-un funksiyasını keçmişdik. BIOS-un funksiyası əməliyyat sistemini RAM-a yükləmək üçün istifadə olunurdu. Burada da gördüyünüzsə, yenə də təkrarlama var. Əməliyyat sistemi BIOS vasitəsilə RAM-a yüklənir. Bəs hansı əməliyyat sistemləri var? MS-DOS. MS-DOS əməliyyat sistemi ilk yaradılan fərdi kompüterlər üçün olan əməliyyat sistemi olmuşdur. İlk yaradılan fərdi kompüter. MS-DOS əməliyyat sistemi ilk yaradılan fərdi kompüterlər üçün olan əməliyyat sistemi olduğuna görə bir çox funksiyaları kasad idi. Yəni, onda sadəcə bir dənə proqram istifadə etmək olardı. Sonra əmrli, belə deyək, istifadəçi interfeysin tipi var idi və s.
Sonra yarandı Windows əməliyyat sistemi. Windows əməliyyat sistemində artıq çox istifadəçili əməliyyat sistemi oldu, çox məsələli əməliyyat sistemi oldu. Unix əməliyyat sistemi, Macintosh. macOS yazdı, bu həmçinin Macintosh əməliyyat sistemidir. Apple'ların, MacBook'ların əməliyyat sistemi macOS'dur. Macintosh da deyilir ona. Linux, OS2, Symbian, NetWare, Solaris, QNX, Android və iOS telefonlarımızın əməliyyat sistemləri. Əməliyyat sistemləri hansılar oldu? Bir daha təkrarlayaq. MS-DOS, Windows, Unix, Macintosh, Linux, OS2, Symbian, NetWare, Solaris, QNX, Android və iOS. İndi gəldi şəbəkə əməliyyat sistemlərinə. Şəbəkə əməliyyat sistemi lokal və qlobal şəbəkədə verilənlərin emalı, ötürülməsi, saxlanılması və sair işlərini nəzarət edir. Şəbəkə əməliyyat sistemlərinə aiddir IBM LAN, Windows Server 2008-2012, Windows NT, Unix Server, Linux, Nova NetWare və Solaris əməliyyat sistemləri. Gəldiyində əməliyyat örtüklərinə, bu sual, baxın, bu istifadəçiləri fərqli və daha əlverişli interfeyslə təmin edir. O qədər önəmlidir ki, baxın bu. Dəfələrlə düşür ona görə. Bura bir xüsusi yazıram ki, əzbər. Niyə görə əzbər? Ona görə ki, bu çox düşür. İstifadəçiləri fərqli və daha əlverişli interfeyslə təmin edən əməliyyat örtükləridir, yəni örtük proqramlardır. Həmçinin əməliyyat sisteminin çalışmayan cəhətlərini də özlərində birləşdirir. Məsələn, Windows əməliyyat sistemində nəsə çalışmırsa, nəsə bir funksiyanı yerinə yetirə bilmirsə, bu zaman Windows Commander'dən istifadə olunur əməliyyat örtüyü olaraq. MS-DOS əməliyyat sistemində istifadə olunur Norton Commander və digər əməliyyat örtükləri də var. DOS Navigator, X3, Pericode, PC Shell, Windows 1.0, 2.0, 3.0, 3.1 və 3.11. İndi isə gəldik servis proqram təminatına. Servis proqramları xidmət proqramlardır. İstifadəçiyə əlavə xidmətlər təklif edir və yerinə yetirdiyi funksiyalar var. Bu funksiyalar əzbərədir. Servis proqramlarının yerinə yetirdiyi funksiyalar: istifadəçi interfeysinin təkmilləşdirilməsi, verilənlərin mühafizəsi, bərpası, xarici yaddaşla əməli yaddaş arasında informasiya mübadiləsi sürətləndirilməsi, arxivləşdirmə, arxivi açma və kompüter virusları ilə mübarizədir. Kompüter diaqnostikası proqramları var və onlar da 2 hissədən ibarətdir: test proqramları və xüsusi nəzarətçi proqramlar. İndi isə baxırıq viruslar və antivirus proqramlarına. Virus ümumiyyətlə nədir? Virus kiçik ölçüyə malik olan proqramdır ki, asanlıqla kompüterə fayllar ilə yoluxur və kompüterdəki faylları zədələyir, silir, ona virus salır, oğurlanır məlumatlar. Bu tipli, yəni viruslardır. Virusun özünün 4 dənə növü var. Yaşayış mühitinə görə, yaşayış mühitini yoluxdurma üsuluna görə, deskriptiv imkanlarına görə və alqoritmi xüsusiyyətlərinə görə. Yaşayış mühitinə görə virusun özünün də 4 dənə növü var. Fayl, yükləmə, fail yükləmə, şəbəkə virusları. Yaşayış mühitini yoluxdurma üsuluna görə rezident, qeyri-rezident, deskriptiv imkanlarına görə çox təhlükəli, təhlükəsiz, ziyansız, alqoritmi xüsusiyyətlərinə görə makroviruslar, polimorflar, kompanyonlar, tələbələr, soxulcanlar, turyanlar və parazitlər. Bunlar hamısı virusların adlarıdır. Və virusların növləri də oldu 4 dənə. Yaşayış mühitinə görə, yaşayış mühitini yoluxdurma üsuluna görə, deskriptiv imkanlarına görə və alqoritmi xüsusiyyətlərinə görə. Gəldik indi isə virusların hər birinin tərifinə. Birinci gəldi fail virusları. Fail virusları genişlənməsi exe.com.bat olan failləri yoluxur, onların işini pozur. İndi isə gəldik yükləmə viruslarına. Diskin yükləyici sektorlarını yoluxur, əməliyyat sisteminin və digər proqramların yüklənməsinin qarşısını alır. Fail yükləmə. Fail yükləmədə həm failli virusları yoluxur, həm də diskin yükləyici sektoruna yayılır. Bir sözlə fail yükləmə, fail və yükləmənin öz xüsusiyyətlərini özündə birləşdirir. Gəldi şəbəkə virusları. Əsasən kompüter şəbəkələrində yayılan viruslardır. Lokal və qlobal şəbəkədə yayılır. İndi isə yaşayış mühitinə görə olan növlərinə baxaq. Rezident, qeyri-rezident. Rezident viruslar əməli yaddaşda daimi yerləşən viruslardır. Nədir? Rezident viruslar əməli yaddaşda, yəni RAM-da daimi yerləşirlər. Qeyri-rezident viruslar isə
Əməli yaddaşda müvəqqəti aktiv olurlar. Müəyyən bir müddətdə aktiv olurlar. Makroviruslar. Makroviruslar Microsoft Office proqramlarını yoluxan viruslardır. Word, Excel, PowerPoint, Access, OneNote, Outlook, Publisher bunları yoluxan viruslar makroviruslardır. Polimorflar xüsusi şifrələnmə metodlarından istifadə etməklə özlərini kodlaşdırır və antivirus proqramlar tərəfindən özlərini axtarılıb tapılmasını əngəlləyir. Yəni özlərini sanki kodlaşdırırlar və antiviruslar da onları tapa bilmir. Stealth viruslar rezident antivirus olmaqla aldadan proqramlar istifadə edirlər. Kompanyon viruslar faylları dəyişmir, əvəzində çoxlu sürətlərini yayır və əsasən com genişlənmələr faylları yoluxurlar. Gəldi tələbə virusları. Tələbə virusları proqramlaşdırmaya təzə başlamış həvəskar tələbələr tərəfindən yaradılmış və çoxlu primitiv səhvləri olan viruslardır. İndi isə soxulcan viruslarına baxaq. Soxulcan virusları mənbəyi bilinməyən elektron poçt məhdudları, zərərli proqram, oyun endirmə saytlarından kompüterə yoluxurlar. Troyanlar. Troyan virusları demək olar ki, çox məşhur viruslardan biridir. Troyan müharibəsindən adını almışdır. Baxaq görək, bəs bu Troyan müharibəsi nədir? Baxın, başrolda da hətta Brad Pitt iştirak edibdir. Belə bir film olub. Troya virusları bu müharibədən adını götürüb, belə deyək, və elə bir ki, bizim kompüterimiz, hər hansı bir qurğumuz Troya virusuna yoluxursa, bu zaman başqasının idarəsi altında idarə olunur kompüterimiz, qurğumuz. Sanki bizim kompüterimizə yoluxdu həmin virus, başqası bizim kompüterimizi idarə edir. Bir də baxırıq ki, kompüterdə öz-özünə girir, hər hansı bir fayl atır, öz-özünə girir Google Chrome-a, öz-özünə nələrsə eləyir. Və Azərbaycanda ən çox Troya virusuna yoluxan proqram WhatsApp Plus proqramı olubdur. İndi isə gəldik parazitlər. Parazitlər öz sürətlərini yayarkən eyni zamanda diskin yükləyici bölmələrində dəyişirlər. Virusların adlarını bildik, virusların təriflərini də bildik. Artıq virusları öyrənəndən sonra gəlir antivirus. Çünki viruslarla mübarizə proqramları var axı. Bunlar adlanır antiviruslar. Antivirusların özünün 5 dənə növü var. Filtrlər, detektorlar, həkim proqramlar, müfəttiş proqramlar və vaksinlər və yaxud da ki, immunizatorlar. Filtrlər rezident proqram olmaqla təhlükəli əməliyyatları nəzarət edir və bu proqrama aiddir Antivirus Toolkit Pro Monitor. Filtrlər rezident proqram olmaqla yazıbdır. Rezident proqram nə idi? Əməli yaddaşda daimi yerləşən proqramlar idi. Növbəti gəldi detektorlar. Çox düşür. Detektorlar əməli yaddaşda və xarici qurğularda yalnız onlara məlum olan virusların axtarışını təmin edir. Yəni RAM-da və xarici qurğularda onlara məlum olan virusları tapır. Başqa heç bir virusu tapa bilmir. Həkim proqramlar. Həkimin funksiyası nədir? Virusların zərərsizləşdirilməsinə və aşkar edilməsinə imkan verir. Müfəttiş proqramlar. Müfəttiş proqramlar cari vəziyyətlə ilkin vəziyyəti müqayisə edir. Proqramların, kataloqların, qovluqların hamısını yadda saxlamaqla nəzarət edir və bu proqrama aiddir ADIM proqramı. Növbəti gəldi vaksinlər və yaxud da ki, immunizatorlar. Bunlar da vaksinləşdirmə yolu ilə yoluxmanın qarşısını alır. Və həmçində rezident proqramdır. Rezident proqram əməli yaddaşda daimi yerləşən proqramlardır. Yəni RAM-da daimi yerləşir. İndi baxaq həkim antiviruslara. Həkim antiviruslara aiddir Avast, Panda, Note32, Kaspersky, Dr. Solomon, Dr. Web, IDS, AVG, Antiviral Toolkit Pro Scanner proqramları. Bu hissədə yazılıbdır. İndi isə gəldik. Bundan başqa digər antivirus proqramları. Symantec, Norton antivirus, Antivirus Kaspersky, Personal, Dr. Web, Miss AS, VirusScan, Avira, Microsoft Security Essential. Hamısı antivirus proqramlarına aiddir. Artıq viruslar, antiviruslar bitdi. Gəldi standart proqramlara. Standart proqramlar nədir? Əməliyyat sisteminin üzərində gələn proqramlar standart proqramlardır. Məsələn, Windows-un üzərində gələn proqramlar hansılardır? Paint proqramı, Notepad, WordPad,
Snipping tool, magnifier, sonra digər proqramlar var ki, biz onları inşallah əməliyyat sistemləri dərsində keçəcəyik. Amma indi hələ ki bizim biləcəyimiz standart proqramlar Paint, Notepad, Snipping tool, WordPad proqramlardır. Bunlar hamısı standart proqramlar adlanır. Bir sözlə, əməliyyat sisteminin üzərində gələn proqramlar standart proqramlardır. Baxın, Paint proqramını biz özümüz sonradan yükləmirik ki, hər zaman kompüterin üzərində olur. Yəni, əməliyyat sisteminin üzərində olur. Amma Office proqramları standart proqramlar deyil. Çünki Office proqramları sonradan yüklənən proqramlardır. Word, Excel, PowerPoint bunlar standart proqramlar deyillər. Çünki bunlar sonradan kompüterə yüklənir. Gəldik utilitlər. Utilitlər köməkçi məqsədlər üçün istifadə olunurlar. Disk və fayl sistemlərinə xidmət edən proqramlardır. Utilitlərin funksiyaları var ki, bunlar da əzbərədir. Utilitlərin hansı funksiyaları var? Şəbəkəyə xidmət, müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı, arxivlərin yaradılması, yenilənməsi, informasiya mühafizəsinin təmini, disklərin formatlaşdırılması, defraqmentasiyası, diskin sıxılması, diskin sürətinin yayılması, keyfiyyətinin yoxlanılması və s. İndi isə gələk bəzi utilit proqramlarına. Utilitlərə aiddir disk defragmenter, backup, scan disk, drive space, disk cleanup, file explore, recover və system information. Disk defragmenter diskdəki informasiyanın daha optimal yerləşməsini təmin edir. Optimal deyilərkən səliqəli yerləşməsi nəzərdə tutulur. Səliqəli. Diskdəki informasiyanın daha səliqəli yerləşməsini təmin edən proqramlar adlanır disk defragmenter. Növbəti gəldi backup. Diskdəki informasiyanın ehtiyac sürətini yaradan proqramlardır. Scan disk səhvlər aşkar edən proqramlardır. Drive space. Space sözü var, ərazi deməkdir. Ya diskin informasiya tutumunu artırır, ya da sıxır. Disk cleanup. Diskin lazımsız fayllardan təmizlənməsi üçündür. File explore. Fayl və qovluqlarla iş meneceridir. Recover. Bərpa etmək üçün istifadə olunur. System information da sistem haqqında məlumatlardır. İndi isə gəldik, utilitləri də bitirdik, arxivator proqramlarına. Arxivator proqramları ilk bölməmizdə biz məsələləri işləmişdik. Ya faylın həcmini azaltmaq üçün istifadə olunur. Bax, həmin proqramlardır. O proqramlardan birində mən sizə göstərim, mütləq şəkildəki hamımız o proqramı görmüşük. Belə kitabdır, 3 dənə kəmərdən belə bitişib. Bu WinRAR proqramı adlanır. Demək olar, bütün kompüterlərdə də olur. WinRAR proqramı. Arxivator proqramıdır və arxivator proqramlarının vəzifəsi nədir? Ya informasiyanı qorumaq üçün istifadə olunur, ya da ki, ayrılmış yerdən səmərəli istifadə üçün istifadə olunur. Bir sözlə, faylın həcmini azaldır. Bəs arxivləşdirmə nədən asılıdır? İstifadə olunan arxivatordan, sıxma üsulundan və faylın tipindən. Windows əməliyyat sistemində ən çox istifadə olunan arxivator proqramları var. Buna aiddir WinZip, WinRAR və Hamster proqramları. Bundan əlavə olaraq digər arxivator proqramlar da var. WinZip, WinEase, PowerArchiver, Isaac, ZipGenius və PZip. Tərkibində əksəriyyətində Z hərfi var. Z hərfi olanların əksəriyyəti aiddir arxivator proqramlarına. Növbəti gəldi Cfix. Cfix isə öz açılan arxivdir. Kompüterdə genişlənməsi eksi olan faylları yoluxurlar. Yəni, fayllarda olur bu öz açılan arxiv, eksi genişlənməsində. İndi isə çox ciltli arxiv, bunun üzərində çox durmuram. Gəldim driverə. Driver anlayışını biz ikinci bölmədə keçmişdik, kompüterin texniki təminatında. Burada da bildirirəm. Driver əməliyyat sistemi ilə xarici qurğular arasında əlaqə quran proqramlar toplusudur. Xarici qurğular arasında əlaqə quran nədir? Proqramlar toplusudur. Proqramlar toplusu. Proqramlar toplusu. Driverin də tərifini bilmiş olduq. Dərsimiz bura qədərdir. 4.1-i bitirdik. Gələn dərsimiz olacaq 4.2-dən sonra. Tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Ondan sonra da 4-cü bölmə artıq bizim üçün bitəcək.
Dördüncü bölmə sırf nəzəriyyə bölməsidir. Burada bütün altından xətt çəkdiklərimi mütləq şəkildə əzbər öyrənirsiniz. Çünki hər biri həm suallarımızda var, həm sınaqlarda olur, həm qəbulda var. Hər biri vardır. Dərslə bağlı kiminsə sualı var? Hayır Hacer xanım, aydındır. Tamam. Onda recordingi kapatıram. Bir dəqiqə.